Sizi bugün burada görkemli Axtamol Akademik Zərfə xanım Əliyevanın 102 illik yubileyinə və millətimizin taleyində iz qoyan, igidliyi, fədakarlığı və mübarizliyi ilə yadda qalan qəhrəman Azərbaycan qadınlarına həsr olmuş tədbirdə salamlayırıq. Bu tədbirlə biz həmin qadınların həyat yoluna işıq tutmaq, onların misilsiz şücaətini bir daha yad etmək və gələcək nəsillərə nümunə göstərməyi qarşımıza məqsəd qoymuşuq. Və bütün bunları bir gənc yazarın dili ilə sizlərə təqdim edirik. Buyurun, xoş izləmələr. Bizler senin kimi güclü, ürəkli, azad qadınların irsiyik. Qorxma, yaxın dur. Qorxma, sənə bir sirr açacağım. Yaxın dur, mənim hər səhifəm öz dövrünü açılacaq. Bu kitap, bu yazılar, bu sözler, bunlar adi sözler değil. Azərbaycan qadının tarixdəki əzəmətidir. Hər sətrində insanın qəlbi titrir. Bu sətirlər tarixin dərinliklərindən gələn, süzülüb gələn bir sərnamədir. Mən bütün vərəqləri oxumalıyam.
eramızdan əvvəl 6-cı əsrdə yaşamış Türk tayfalarından olan Massagetlərin kraliçası. O, ilk qadın hökümdardır ki, imperiyaya meydan oxuyur, qisasını alaraq xalqını, torpaqlarını qoruyur və bununla da tarixə ilk hökümdar qadın olaraq adını yazdırır. Bu səhifədə bir qılıncın kölgəsi var. Bir qadın döyüş meydanındadır. Qan deyil, qərar da onu böyüdən. Eşidirsiniz? Bu addımlar hökümdar Tomris'indir. Bizim torpaqlarımıza girənlər bilməlidir ki, buradan sağ çıxmaq olmaz. Mənim xalqımın qanını tökənləri mənim əllərim cəzalandıracaq. Mən bu tarixi oxumuşam. Sən kimi məğlub edən Tomrissən. Bəli, mən qadınam. Amma taxta oturan bir hökmdarım. Məni zəif hesab etdilər. Lakin artıq mənim qılıncım xalqıma uzanan əllərin cəzasını verdi. Amma bir qadın olaraq bu qədər gücsüz olmaq necə bacardınız? Qadın olmaq zəiflik deyil. Qadın öz torpağının anasıdır. Xalqının qoruyucusudur. Mən oğlumu itirdim. Amma göz yaşı tökmədi. Çünki mənim göz yaşlarım bu torpağı qoruya bilməz. Bu torpaqları yalnız bu qılınc qoruya bilər. Tarixi yazanlar deyil, qanıyla möhürləyənlər qalib gəlir. Unutma, heç bir qadın gücsüz deyil. Ona inanmadıkları günə qədər. Mən sənin yüzünü hiss edirəm. Mən də qorxmadan sözümü deməliyəm. Bunu unutma. Qorxma. Döyüş. Nüşabə. Eramızdan əvvəl 4-cü əsrdə yaşamış Albaniya hökümdarı Xaqan Nüşabə. O, Makedoniyalı İskəndərlə görüşür və torpaqları işğaldan qurtarır. Sən də mi hissedirsən? Sən də mi hissedirsən bu səhifənin sehrini? Sözlər sərt deyil, lakin kəskin. Baxışları ilə bir şəhəri, bir qalanı qoruyan qadın var bu səhifədə. Səssiz olaraq dünyanı susturan Xaqan bir qadın. Dinlə. Bu səssizlik Xaqan Nüşabənin səsidir. Bəli, mən Nüşabəyəm. Sən isə tarixlə üz-üzə dayanmışsan. Sən qadın hökümdardın. Orduları məğlub etdin. Makedoniyalı İskəndərlə görüşdün. Amma tarix sənin haqqında heç o qədər danışmır. Bəs sən necə? Danışacaqsan? Mən istəyirəm. Amma qorxuram. Qorxuram, heç kim eşitməyəcək, heç kim dinləməyəcək.
qorxuya yer yoxdur. Söz qılınc kimidir. Ya zəiflərin əlində paslanar, ya da güclərin əlində tarix yazar. Biz həmişə var olmuşuq. Taxtacın kürsüsündə, səngərlərdə, kitabxanalarda, meydanlarda. Mən qadın olsam da döyüşdən çəkinmədim. Sarayımda qılıncın səsi ilə sözün qüdrətini eyni tutdum. İskəndər gələndə qorxmadım. Bu torpaq təkcə fatihlərin deyil. Bu torpaq qadınların da iradəsi ilə qorunur. Sən döyüşlə alarsan, mən sözlə, deyərək qarşısında dik vurdum. Qadın olmaq susmaq deyil. Qadın olmaq düşünməkdir. Sən də düşün. Əgər sən qorxarsansa, bizim səsimizi kim eşidəcək? Tarixdə iz buraxmaq üçün güclü olmaq lazımdır. Amma güc həmişə qılıncla gəlmir. Sənin gücün sözdədir, yazdıqlarındadır. Onları dünyaya göstər. Mən yazacağım. Sizin üçün, bütün Azərbaycan qadınları üçün. Unutma, sənin gücün sözdədir. Məhsəti Gəncəvi 12-ci əsrin Azərbaycan şairəsi. Şeirləri qadın haqları, sevgi, insan təbiəti haqqında. O, həmçinin Orta Şərqdə də ilk şairə qadınlardandır. Xalqın başında gəl olsam da bir tac, ağladar səni də bir gün ehtiyac. Xalqın dərdinə qal, ona yaxın ol, qorx o gündən, özün olasan möhtac. Bu dünya bir qızıl kuzəyə bənzər, suyu gah şirindir, gah da ki zəhər. Çox da öyünmək uzundur ömrün, əcəl köhlənində hazırdır yəhər. Əcəl köhlənində hazırdır yəhər. Bu nədir? Mən hardayam? Sən düşüncənin azad olduğu yerdəsən. Burada yalnız söz hökmranlıq edir. Sən Məhsəti Gəncəvisən. Mən Məhsəti, Gəncədən doğan səs. Rübailərimlə dünyanı dəyişdirən qadınam. Söz mənim qılıncımdır. Mən döyüşə çıxmadım, amma bir beytimlə qəlbləri fəth etdim. Baxma ki qadınam, qələmim kişi zəkasında fəth etdi. Mən sənin rübailərini çox oxumuşam. Azadlıq, sevgi, qadın haqları. Bunları necə yazılır? Axı dedim, söz mənim qılıncımdır. Qadının susmağa məcbur olduğu bir dünyada mənim sözlərim üsyan edir. Amma sənin dövründə qadınların belə güclü olması qəbul olunurdu. Qəbul olunmurdu? Bəs elədirsə necə olur ki, mənim rübailərim zaman sınavından keçərək gəlib sənə çatır?
Mən susmadım. Çünki bilirdim, söz qadının ən güclü silahıdır. Sən də yazarsan, elə deyilmi? Amma çəkinirsən. Öz səsini tapmaqdan qorxursan. Tarix unudanları silir, amma yazanları yaşadır. Yaz, qorxma. Sənin səsin də bir gün başqalarını oyadacaq. Sən də yaz. Sara xatun 15-ci əsrin ortaları Ağqoyunlu dövlətini quran Uzun Həsən və bu dövlətin möhkəmləməsində böyük rolu olan Uzun Həsənin anası Sara xatun. Sara xatun elə bir diplomat qadın olub ki, dövlətini qorumaq adına Trabzonun işğalı zamanı gəlini Uzun Həsənin arvadı Dəsbinə xatunun Trabzon valisi olmasına əsas gətirərək sarayın xəzinəsinin yarısını Fatih Sultan II. Mehmetlə yar bölmüşdü. Bu səhifədəki bir ananın nəfəsini duydunmu? Dövlətinin və oğlunun arxasındakı görünməyən əllər onun əlləridir. Səbrin və siyasətin adı Sara xatun. Mən bir çox fatihlərin qarşısında dayandım. Dövlətin qapısında durdum. Elçini qarşılayan da mən oldum. Sülhə imza atan, hər sözüm bir qala, hər baxışım bir sərhəd oldu. Elimə göz dikənə qılınc yox, ağıl göstər. Xan olmadım. Amma taxt qurdum, sükutla, səbrlə, zəka ilə tarixdə iz qoydum. Sən bir qadın olaraq güclü hökümdarlarla necə danışa bilirdin? Qadın olmaq zəiflik deyil, ağıllı bir söz, min nizədən daha itir.
Yenə yar, nə qəmgindir mənim bu şad olan gün. Rumuz eşqidən agah olub, ustad olan gün. Görüb diyarı əryar ilə, olubdur məhv nəzarə. Edildir sinəsin tarə, mənim abad olan könlüm. Niyə teyməldən keçdin, niyə zəncirdən qaçdın, nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm. Fərahan ruzi məşərdir, sərasər, nətiqən, o zülfün koyu dərhəmdir, mənim azad olan könlüm. Axır mətəlan zarə, günü bəxtim kimi qarə, gəzər məcnun tək avarə, mənim naşad olan könlüm. Mənim naşad olan könlüm. Mən hardayam belə? Sən sevgi ilə xeyirxahlığın qarışdığı bir yerdəsən. Sən məni eşidirsən. Sən o şutbanın atavansan. Bəli, bəziləri məni xanım adlandırır. Amma mən sevginin, kədərin insanlığa olan borcunun səsiyəm. Bilirsənmi insanı ölümsüz edən nədir? Sözləri, əməlləri və arxasında qoyduğu izləri. Mən şeirlər yazdım, təkcə kağız üçün yox. Su kəməri çəkdirdim, yalnız torpaq üçün yox. Mən istədim ki, insanlar yaşasın, sevinsin, elm öyrənsin. Necə də gözəl danışırsan. İnsanın gücü hər zaman ürəyində olmur. Yeri gələnlər sevginin, mərhəmətin, biliklərin ruhunda olur. Səni dinləmək necə də xoşdur. Sən də öz sözünü, sən də öz ruhunu kəşf et. Mən də bu söz də yazmalıyım. Bunu da qeyd edək. Görün tarixdə nə qədər dözsüz demiş qadınlarımız var. Mən gərək elə bir kitab yazdım ki, heç bir tarixi faktı unutmuyorum. Tarixi yazırsansa, heç nəyi unuda bilmərsən. Unutsan, tarix səni bağışlamaz. Gəl qızım, gəl. Yaxındır. Mən buradayam. Mən sadə bir kitab deyiləm. Mənim səhifələrimdə təkcə əsrlərdə qalan qəhrəman Azərbaycan qadınları yaşamır. Səhifələri diqqətlə oxusan, orada daha neçə ilkə imza atmış, xalqımızın öz sözünü demiş qadınlarını tanımış olarsan. Bu vərəqləri açdıqca sən əmin olacaqsan ki, güc heç vaxt geçmişdə qalmır.
Zərifə xanım Əliyeva. Zərifə xanım Əliyeva elə bir avtomoloq alimi oldu ki, o ilk avtomoloq alimi idi. Məncə bu ad üçün keçmişə səyahət etməyə ehtiyac yoxdur. Çünki onun hakimiyyəti sevən ürəklərdə, nur verdiyi gözlərdədir. Çünki vuran əlin, düşünən beynin, danışan dilin, görən gözlərindir Zərifə xanım Əliyeva. Öz ömrünü cismin gözünə həsr etmiş, ruhun gözəl gözlərdir Zərifə xanım Əliyeva. Bu səhifədə isə ağ xalatın içində bir ürək döyünür. Elmin dünyasında insan yaşadan bir qadın var. Zamanın içindən çıxıb bu günə gələn Zərifə xanım Əliyeva. Mən həyatı quran gözləri qorudum. Sadəcə həkim olmadım. Ümidin, şəfanın, savadın siması oldum. Mikroskop altında sadəcə hüceyrələr yox, bu millətin sağlam gələcəyi vardı. Qadın olmaq bəzən bir səssiz gül, bəzən də dayanmadan çalışan əllərdir. Mən o əllər idim. Elmin işığında insanın naminə ağlını duymadan çalışan əllər. Zaman keçər, adlar silinər, amma gözlərin gördüyü nur, bax o əbədi qalardı. Mən o nuru qorudum və bu gündə hər savadlı qız uşağında, hər şəfqətli həkim baxışında mən yaşayıram. Mənim xalqımın bu cür mərd qadınları olduğu üçün çox şanslıyam. Mən bir kitabdan köhnə, saralmış, səhifələri zamanın nəfəsini daşıyırdı. Hər sətrində bir qadın danışırdı. Səsləri əsrləri yarıb gələn, qılınc çalan, söz deyən, elm öyrədən qadınlar. Tabriz! Düşmənə meydan oxuyan bir ana, övladının qanını torpaqla yuyan bir hökümdar. Dedilər qadın gücsüzdür, amma o imperiyanı titrədən bir savaşçı oldu. Qorxma, döyüş dedi. Nüşabə! İskəndərin qalasında əyilməyən, qalasında qürurla dayanan bir xaqan. O dedi, qadın zəif deyil, qadın güclüdür. Öz ayağıyla, öz ağlıyla düşmənə diz sökdürdü. Məhsəti. Sözlərindən musiqi doğan bir şair, sevgini, azadlığı kağıza həkk etmiş bir ruh. Dedilər qadın susmalıdır. Amma o misralarıyla qaranlığı işıqlandırdı. Sara Xatun.
sözü ilə titrədən bir diplomat. Dedilər siyasət kişilər üçündür. Amma o fatihlərlə danışıb taxtların taleyini həll etdi. Natavan. Çönülləri işıqlandıran, şeiri ilə sevgini, xeyriyyəsi ilə insanlığı yaşadan Xaqan qızı. Dedilər qadın kölgədə qalmalıdır. Amma o hər kəsin könlündə bir çıraq yandırdı. Amma qəhrəman Azərbaycan qadının tarixi bununla bitmir. Müasir dünyamızın tanınmış qəhrəmanları, ilk təyyarəçi qadın Leyla Məmmədova, ilk hərbi pilot Züleyxa Seydməmmədova, ilk milli qəhrəman qadın Gültəkin Əsgərova, ilk şəhid jurnalist qadın Salatın Əsgərova, ilk qadın nazir Tahirə Tahirova, ilk aktrisa qadın Gövhər Qaziyeva, ilk bəstəkar qadın Ağabacı Rızayeva, ilk opera bəstəkarı Şəfiqə Axundova, ilk opera müğənnisi Şövkət Məmmədova, ilk qadın yazar Mirvarid Dilbacı, ilk qadın tədqiqatçı Sara Aşurbəy. İlahi bu adların hamısı və daha çoxları Azərbaycan tarixində ilki imza atmış qadınlarımızdır. Zərifə Əliyeva, elm üçün göz nurunu verən, minlərlə insanın dünyanı görməsinə səbəb olan bir alim. Dedilər qadın elmdə ucalmaz. Amma o gözlərə işıq, qaranlığa nur gətirdi. Bugün burada gördükləriniz təkcə keçmişin deyil. Bugün burada görsələr təkcə keçmişin hikayəsi deyil. Mən hökümdar qadınam. Mən Xaqan qadınam. Mən şairə qadınam. Mən diplomat qadınam. Mən sevgili və xeyirxahlı rəmziyəm. Mən gözlərə nur verən qadınam. Bu gündə, sabahda, vətənimizin azadlığı uğrunda canından, qanından keçən, dəmir yumruq ətrafında birləşən, qəhrəman igid ərlərimizi dünyaya gətirən qəhrəman Azərbaycan qadınları. Və bütün zamanları aşan bir gün. Hörmətli qadınlar, bununla
Həsr olunmuş tədbirimiz başa çatdı. Biraz sıkılaşır. Bir de əyləşin. Ha, yok da yani. Əyləşin bir daha. Oktay Əmir. Oktay müəllim. Teymur müəllim. Mikrofon var. Ha, götür. Biraz sonra gideceğiz. Biraz geri yavaş yap. Müəllim, icazə versinlər. Biraz arkaya gedə, o kişi götürür. Gedə, düşmə. Tərlan. Ay Tərlan. Sen özün.